Söyən kafirdirmi? Bütün əhl-i sünnə alimləri ittifak ediblər ki, sahabələri söymək ən çirkin əməldir. Söymək. Küfür danışmıram. Ən çirkin əməl, mundar əməldir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "Mən səbbə əshabi fəaleyhi la'netullah vel mələikəti ven nasi ecmaîn." Kim mənim əshabımı söyərsə, ona Allahın, mələklərin və bütün insanların lənət olsun. Lakin sahabələri söymək küfürdür yoxsa yox? Bu barədə əhl-i sünnə alimləri ixtilaf ediblər. En güzel danışan Taqiyuddin Əbu'l-Abbas İbn Teymiyədir. Es-Sarimul Meslul ala Şatimir Rasul kitabında Peyğəmbəri söyənin hökmü barəsində yazdığı kitab. Axırda sahabələri söyən barəsində də danışır. Şeyxülislam İbn Teymiyyə deyir ki, sahabələri söyməyin bir neçə halı var. Bir halda deyil. Bir halda deyil. Sahabələri söyən bir neçə halda olur. Birinci hal. Bütün sahabələri söyürsə birincidən axırıncıya kimi hamısını istisnasız küfürdür icma ilə deyir. Və bunun küfüründə şəkk eləmək özü küfürdür deyir. Aydındır? Bu birinci hal. İkinci hal. O sahabələri ki söyür, o sahabələrin üzərinə mütəvatir hədislərlə səna gəlib. Mütəvatir hədislər göstərir ki, bu sahabənin üzərinə nə qədər fəzilətlər gəlib. Əbu Bakr haqqında gəlib, nə qədər fəzilətlər yox. Osman, Ali, Əlini söyür, Əli barəsində mütəvatir hədislər var. Fəziləti barəsində. Aydın oldu bu ikinci hal. Söyərsə küfürdür deyir, icma ilə deyir. Aydındır? Deməli, ən gözəl danışan Taqiyuddin İbn Teymiyyə deyir ki, hansı sahabənin barəsində xüsusda mütəvatir hədis gəlsə, həmən sahabəni söymək küfürdür. İcma ilə küfürdür. Və bu küfürü küfür saymayanda özü küfrə düşmüş, kafir olmuşdur. Yəni İbn Teymiyyənin sözündən belə çıxır ki, Rəşad Ümbətovun dediyi kimi, bir sahabə barəsində mütəvatir dərəcədə fəzilət gəlibsə və kim həmən sahabəni söyürsə, o adam kafirdir. Və kim həmən sahabəni söyənin kafir olmasına etiqad eləmirsə, o adam özü də kafirdir. Deməli, Hakimin Müstədrək alə Səhihin kitabıdır. Hədis nömrəsi 4628, 4-cü səhifə 69. Əl-Hakim, Əbu Abdullah, Muhammed ibn Abdullah, Ən-Neysapuri. Deməli, Mənsur Ət-Tusi deyir ki, Səmi'tu Əhməd ibn Həmbəl. Deyir, mən Əhməd ibn Həmbəldən eşitdim ki, yəqul: "Mə cəə li əhədin min əshabi Rasulillah sallallahu aleyhi və səlləm min fədaili mə cəə li Ali ibn Əbi Talib radiyallahu anh." Deyir, Əhməd ibn Həmbəl dedi ki, sahabələrin arasında Ali ibn Əbi Talib qədər heç bir sahabə barəsində fəzilət gəlməmişdir. Yəni, Əlinin barəsində gələn fəzilətlər mütəvatirdir. Əlini də söymək icma ilə küfürdür. Kim bu küfrü inkar eləsə, özü də kafirdir. Elə İbn Teymiyyənin sözünə görə. Deməli, bu kitab gözəl danışan İbn Teymiyyənin kitabıdır. 7-ci cild, səhifə 137. Minhəcü's Sünnə Nəbəviyyə kitabı. İbn Teymiyyə. Deməli, 7-ci cild, səhifə 137-də yazır ki, bir sıra məsələlərdən danışır, amma bizə lazım olan qissə budur. Deyir ki, وَلَمْ يَكُنْ كَذَلِكَ عَلِيٌّ فَإِنْ كَثِيرًا مِنَ السَّحَابَةِ وَالتَّابِعِينَ كَانُوا يُبْغِضُونَهُ 138-də davam edir. وَيُسَبُّونَهُ وَيُقَاتِلُونَهُ. İbn Teymiyyə deyir ki, sahabələrin və tabiinlərin kəsiran, əksəri, çoxu deyir, əlini söyür, ona deyir, buğz eləyir, həm də onu öldürmək istəyirlər. Deməli, Rəşad Ümbətov dedi ki, İbn Teymiyyə deyir ki, hansı fəzilət, hansı sahabə barəsində xüsusi mütəvatir hədis gəlsə, bəs onu söymək küfürdür. O küfürü küfür saymayan da küfrə düşüb kafir olur. Və biz də göstərdik ki, Əhməd bin Həmbəl deyir ki, Əhməd bin Həmbəl zaten bunu deməsə belə, biz sadəcə höccət çatdırmaq üçün göstərdik. Əhməd bin Həmbəl də deyir ki, Əli əleyhissalam barədə gələn fəzilətlər mütəvatirdir. Buna Əhməd desə də mütəvatirdir, deməsə də mütəvatirdir. Təkcə Qədurxan hədisinin özü mütəvatirlərin şahıdır. İbn Teymiyyə də deyir ki, mütəvatir fəzilət gələn sahabəni söyən kafirdir. Əlinin barəsində mütəvatir hədis gəlib. Fəziləti barəsində mütəvatir hədis gəlib. Deməli, əlini söymək küfürdür. İbn Teymiyyə də deyir ki, sahabələrin əksəriyyəti, tabiunların əksəriyyəti əlini söyürdü. Deməli, şiələrin dediyi kimi, sahabələrin və tabiunların əksəriyyəti kafirdir. Əssəlamu aleykum. Öz qaydamızla özümüzə bir şapalaq.